qüdrətli Allahım, daşla vurulmuş şeytanın şərindən qaçıb sənə sığınıram, mərhəmətli, rəhmli Allahın adı ilə. İmran ailəsi surəsi 133-134-cü ayələrdə belə buyurulur. Öz Rəbbinizdən bağışlanmağa və genişliyi göy və yer qədər olan və ilahidən qorxanlar üçün hazırlanmış cənnətə can atın. Kimlər ki, həm sevincli və həm də kədərli olanda da xərcləyərlər. Kin küdrətlərini sıxıb saxlayarlar. İnsanları bağışlayarlar. Mərhəmətli Allah bizim günahlarımızı bağışlasın və bizləri belə qullarından qərar versin. Bu ayələrdə genişliyi göy və yer qədər cənnətin kimlər üçün